dostlar, 25 milyon il əvvəl formalaşmış kanyonun dibi ilə gedirik. Çarınski kanyon, Çarın kanyonu, Jarın kanyonu, Şarın kanyonu. Tərcümədə türk sözü olub, yarıq mənasını verir. Yara, yarıq mənasını verir, yəni kəsik mənasını verir. Divarların hündürlüyü 150-300 metrə qədər dəyişir. Bilirsiniz, bu formalaşana qədər doğru 25 milyon il ərzində burada çay, su, külək, günəş, bunlar hamısı təsir edir bunun formalaşmasına.